Əziz dostlar, hörmətli dinləyicilər, bugün sizinlə yeni bir şeirimi bölüşmək istəyirəm. Fikrimi bölüşməzdən öncə isə bu şeirin yaranma səbəbini sizinlə bölüşəcəm. Yəni bizim üçün, hər bir insan övladı üçün dost sözünün anlamı böyük bir hörmətə, izzətə malikdir. Düzdür ki, mən hər bir yerdə qeyd edərəm ki, mənim üçün ən gözəl dost Allahdır. Ancaq həyatda da insana bir Allah bəndəsi, gözəl, nurlu, əməl salih bir dost lazımdır, sirdaş lazımdır. Allah gözəl dostumuz əl çatmazdı, ancaq sirrini bölüşməyə, özünə bir can qəlb bilməyə bir dostun lazımdır. Bəzən elə olur ki, bəzi dostlar, hamısına şamil deyil əlbət ki, yaxşı dostlara can qurban. Bəzən elə olur ki, dostlardan da zərbə almalı oluruq. Elə dostlar olur ki, xəlvət kürəkdən vururlar. Və mən də belə bir dostun əməlindən yazdığım şeiri sizinlə bölüşmək istəyirəm. Heç istəməzdim bu işi görüm, belə bir halla rastlaşım. Ancaq bir keçirsən, iki keçirsən, üç keçirsən, dördü keçə bilmirsən ki, daha bura qədər imiş. Yəni bu dostluğu insan özü boşa çatdırırsa, bura qədər imiş. Düzdür ki, qəhərlənirsən, kədərlənirsən, əsəb keçirdirsən, nədən axı belə deyirsən? Bəs qələm əhli olduqda da fikirlərini qələmin vasitəsilə, şeirin dili ilə dilə gətirirsən. Və mən də Sığal çəkdim, şillə yedim əksinə adlı şeirimi buradan sizinlə bölüşmək istəyirəm. Onu qeyd edim ki, sığal çəkdim, şillə yedim ifadəsi burada məcazi mənada işlənir. Sığal çəkdim, şillə yedim əksinə adlı şeirim. Şeirin müəllifi Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı, vətənpərvər şair Nazlı Yazar. Bu dünyada bir gözəllik görmədim. Xoş günləri hörgü ilə hörmədim. Dost bildiyim xəlvət kürəkdən vurdu. Bəzi dosta düzlük, mərdlik görmədim. Sığal çəkdim, şillə yedim əksinə. Bu dərdləri qəlbə bir əksinə. Mən dostumu inan belə bilməzdim. Xoş sözümə azar dedi əksinə. Məndən xəlvət sözü başa çatdırdı. Dinc qalmadı gözü yaşa çatdırdı. Nazlı yazıq, qıssa qəmin içində bu dostluğu özü boşa çatdırdı. Bir peşənin xəstəsiymiş sən demə. Söz ötürmək peşəsiymiş sən demə. Doğru dürüst, kaş tanıya biləydim. Peşəsinin xəstəsiymiş sən demə. Dostu, tanışını tanıyanmadın. Yazar sən vaxtında sınayanmadın. Dünya yetimin də
bir günahı yok. Zamanın gerdişin, qına yanmadın. Zamanın gerdişin, qına yanmadın.